Avropa transfer pəncərəsinin açılmağına sayılı günlər qalıb. Azərkeşlər həyəcanla yeni transfer xəbərlərini gözləyir. Klublar isə heyətlərini gücləndirmək üçün son hazırlıqlarını görür. Bəs futbol tarixində indiyənə qədər həyata keçirilən ən bahalı 5 transfer hansılardır? 5 nömrədə Antoine Griezmann var. 2019-cu ildə Atletico'dan Barcelona'ya 120 milyon avroya keçmişdir. Böyük ümidlərlə gələn Fransız hücumçu gözlənilən tam qarşılanmasa da siyahıya 5-ci sıradan girməyi bacardı. 4-cü sırada Philippe Coutinho var. Yenə çılğın transfer və yenə Barcelona. 2018-ci ildə Liverpooldan 120 plus 40 milyon avroya Barcelona'ya imza ataraq azərkeşlərin geniş müzakirəsinə səbəb olmuşdur. 3-cü sırada Joao Felix var. Griezmann'ın Atletico'dan ayrılığından sonra yerini doldurmaq istəyən Madrid təmsilçisi Benfica'nın gənc və potensiallı ulduzu Joao Felix'i 120 milyon avro saymışdı. Ancaq sonu necə oldu hər kəsin məlumudur. İkinci sırada Kylian Mbappe var. Astronomik rəqəmlər deyiləndə ilk ağla gələn klub olan PSG 2018-ci ildə Neymar transferindən istədiyi nəticəni almadığı üçün Monaco'nun gənc ulduzu Kylian Mbappe'ni 180 milyon avroya transfer etdi. Ancaq keçən transfer dövründə Real'a pulsuz keçərək bütün PSG azərkeşlərinin qəlbini qırdı. Futbol tarixinin ən bahalı transferinə keçməzdən əvvəl Azərbaycan futbolunun gələcəyini təyin etdiyimiz bu yolda sən də bizə dəstək ola bilərsən. Və nəhayət futbol tarixinin ən bahalı transferi olan Neymar. İkinci sırada olduğu için birinci sırada olan transferde 2017-ci ildə PSG tərəfindən həyata keçirilmişdir. Barcelona'dan 222 milyon avro ödəyərək rənglərinə bağladığı Braziliyalı superstar futbol tarixinin ən bahalı transferi olmaqla yanaşı həmçinin ən böyük xəyal qırıqlığı da olmuşdur. Hələ ki nəinki bu transfer rekordunu qırmaq yanına belə yaxınlaşan klub olmayıb.